Aha. Yaşı dedik. O bitdi. Məncə o for operatorundayıq. Tapşırığı bu. Fordur, bəli. Aha, növbəti. Deməli, 1-dən 100-ə qədər bütün ədədlər i 1-dir, 100-ə bərabərdir. Kiçik olan kimi i üstə gəl 1 gəlir və bütün ədədləri çap edir. Yoxlayaq. Ehtiyac yoxdur. Yoxsa cüt ədədlər. Burada da eyni qaydada sadəcə 2-yə bölünüb qalıq 0 bərabər olanda çap edir. Stop. Daha optimal eləmək olar. Bunun üzərində işləyərsən evdə. Oldu. Bunu Not al. Düzdür. Amma daha optimal eləmək olar. Not al bir yerə. Videoya da düşür düzdür. Amma not al sən. Fikir. bəli bəli alıram. Davam edə. Bu ədədlərin cəmidir. Yenə eyni formadadır. 1-dən 100-ə kimi. Hı. 1-1. Sonra da onları toplayır samla. Tamam, davam edə. Kvadratlar burada da eyni cürdür. Sadəcə axırda i vur i qoymuşam. Bir-birinə vurub kvadrat tapır. Okey. 10-dan 1-ə tərs sayma yenə eyni yoldur. Sadəcə prospasını yenə mənfi qoymuşam ki, 1 çıxa-çıxa düşsün Aha. aşağı və çap eləsin. Okey. Bu faktorial. Int faktorial 1. Şimdi n daxil eləyirik. For qoyuruq. Bərabərdir 1 eləyirik. N-dən kiçik bərabər olanda 1-1 artırırıq. Faktorial vurma bərabərdir i. Okey. Davam Axırda edə. da çap eləyir. Bölənlər. N daxil eləyirik. Nədir? Verilmiş ədədin bölünənlərini tapın. Hı hı. Hı. İzah i 1-ə et. bərabər eləyirik. I n-dən kiçik bərabərdir olana kimi, yəni bu verilmiş ədəddən bölənini tapmaq üçün o ədədə bərabərlik kiçik olana kimi bir-bir artırırıq. N-in bu i-yə bölüləndə qalığı sıfırdırsa, deməli bölənidir deyə o çap edirik i-ni. Bunu da not al. Daha optimal. Düzdür, amma daha optimal yazmaq olar. Bunu Hı hı. Foru dəyişmirsən ha. Düzdür, amma orada bir dənə riyazi hiylə eləyirsən, daha optimal yazırsan. Oldu? bir dəqiqə. Aha, Riyaziyyatı işlətməlisən. Riyaziyyatı və məntiqi. Aydındır? bəli. Davam elə. Bölənləri dedim. Hı hı. Bunu t1-ə 0, t2-yə 1, t3 əlavə edirik. N i bərabərdir 1, yenə eyni şəkildə i n-dən bərabərdir kiçik olana kimi i-ni bir-bir artırırıq. Hı hı. Saut t1, Hı hı. t3 bərabərdir t1 + t2, t1 bərabərdir t2, t2 bərabərdir t3. Hı hı. Əla, davam elə. Buna baxaq. Sadə ədədlər, ədəd Neyə? daxil edirik. Hı hı. Necə? Neynəmisən burada? İzah elə. Mənim üçün ən maraqlı budur. Sadə ədədlərin olmalı. Hı? Hə. Mhm. N daxil edirik. Int number bərabərdir 2, number da kiçikdir, bərabərdir n. Bir-bir artırıq numberi. Əgər bu buradakı sadədirsə true verir. Sonra da bir dənə də for operatoru i bərabərdir 2, burada ucu kvadrat kiçik bərabərdir nam. Bir-bir artırırıq i-ni. Əgər bu alınan namın i-yə bölünməklə qalığı sıfırdırsa, bu artıq nə olur? Hı, Hı hı. hə. Namın i-yə bölünməyindən alınan qalıq sıfıra bərabərdirsə, deməli sadə olmağı yanlışdır. Yəni mürəkkəb ədəd. Bunu nəyə əsaslənərək yazmısan? Necə? Bunu yoxlamısan özün? Bunu yoxlamamışam. Yoxla elə.
çətinlik çəkdiklərimdən biri idi bu. Bundan da səhv eləmirəmsə səhər kömək almışdım. Yazandan sonra niyə yoxlamamısan? İnternet. Bax, xətan var, o sənə qırmızı göstərir, xətan var deyir. Gördüm. Hop. 2 nöqtə yerindədir. Bu nədir belə? Bax, Ömər, gəl səndən belə danışaq da. Sənə məni, Mhm. mənə sənin tapşırıqları hamısını yazmağın yox. Yazdıqlarını anlayıb, test edib üzərində işləməyi lazımdır. Aydındır? Bəli. Okey? Yəni buna mütləq diqqət eləyək. Yazdıqlarını test elə, oldumu? Okey? Oldu məncə. Dəyişiklik elə üzərində. Üzərində işlə. Belə olarsa bəs nə olar kimisindən. Aydındır? Okey? Aha, bəli. Oydu. Burada xəta verdi yenə. Int ni. Mən əslində o En xətanı görə daxil bilirəm, olanı. amma sən C++-la o doğma olsaydın, belə deyim, sıra sən də görərdin. 2 nöqtə burada, 2 nöqtə burada, 2 nöqtə burada, 2 nöqtə burada, 2 nöqtə burada oldu. Forun içindədirlər hamısı. Return forun içində olmalı deyil. Yox. Yox, error azalmadı. Yox. If-dən sonra blok bağlanmalıdır. Birinci forum blokunu açıbsan, sonra şey eləməyibsən. Necə? Birinciyinki açılıb, burada bağlanmayıb. Bər. O orada bağlanmalı deyil. Axırda bağlanır bununki. Bəli. Bax. Ömər, bunu gələn səfərə inşallah ki, bunu da düzəltməyi bir istəyirəm. Yazdığın hər bir kodu yoxlamağın. Hətta sənin bugünkü tapşırığın elə bəlkə də o oldu. Mən bilmirəm nəyi yoxlayırsan. Onu bağla oradan. Yox, bax, Ömər. Okey. Necə? Foru bağladın. Okey, əla. Tamam, Bunu da düz. bağladım, bunu da bağladım. Hı -hı. Amma niyə 8 dənə xəta verib burada? Yo, o xəta sintaks xəta olduğuna görə aşağıdakı hər şeyi götürür xəta olaraq. Bax, bir dəqiqə gözlə. Get step by step gedək. Dayan. Bu ifin içindəmi olmalıdır bax? Bu açdığın şey var ya, bunun heç bir anlamı yoxdur axı bax Ömər. Bax burada açdığın şey var ya, bax bununla bunun heç bir anlamı yoxdur. Mənə elə gəlir. Amma Düzdürmü? bunu həqiqi niyə burada bağlamışam? Bunun da heç anlamı yoxdur. Bax yuxarıdakının da anlamı yoxdur axı. Ömər, bax. Nəyin? Bunun Nəyin, nəyin, anlamı nəyin? var. Nəsə bunu niyə qoyubsan bura? Yaxşı, bu nəyin blokudur? O Okey, yəni, Yusufay kopyalama səhvində burada bir dənə belə bir şey qalıb böyük ehtimal. Mən də onu götürdüm, bağladım. run elə. Və mənə bu editorla doğmalaşmağın lazımdır sənin. Mənə sənin şeyin lazım deyil ki, ayda bunu işlədə bilirsən yoxsa yox. Aydındır? Doğmalaş, bu editorla doğmalaşman lazımdır. Oldu. Çox üzərində Daxil elə. işləməliyəm, amma o da ki çox Məncə bitdi. sənin vaxtın var. Mənə elə gəlir. Elə eləmə Ömər. Gözlə deyəcəm sənə. Bax bir şey deyim, gəl sən vaxt bölgündən danışaq bax. Sənin 5-ci, 6-cı bazar və 1-ci günün vaxtın var, amma sən 1-ci gün yazmısan bunu. Bax 5-ci günü 2 saat, 6-cı gün 2 saat, bazar günü 2 saat vaxt ayırsan, bu daha faydalı olar. Sən düşünmə ki, totalda toplananların yerini dəyişəndə cəm dəyişmir deyə bilərsən. Deyə bilərsən, ha oradan 6 saat ayırıb, ha 1-ci gün 6 saat ayırıb. Nə fərqi var? Hal-hazırda çox fərqi var. Biz təməl atırıq deyə aralarında zaman fərqi olmalıdır ki, sən unutduqlarını gedib baxasan və yaxud da doğmalaşasan ondan. Aydındır? Bir də yuxulu-yuxulu yazdığın kodun heç bir anlamı yoxdur. Gələcəkdə proyekt işləyəndə eləyərsən. İşim yoxdur, amma yuxulu-yuxulu eləməyin heç bir anlamı yoxdur. Okay? Daha gün olaraq çox vaxt keçirmən lazımdır. Özünü də çox yormamaq şərti ilə. Növbətlərdə buna mütləq diqqət elə. Oldumu? 500-dən Oldu. sonra 500. bəli. Tamam. 2, 3, 5, 7, 11, 13. Mən dedikcə sən yoxla. Oldumu? Hı Okey. -hı. 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29. Hamısı sadədir.
Okey. 31, 37, 41, 43, 47, 53, 59, 61, 67, 71. Yenə Okey. hamısı. Getdi bu formada. Ha, davam eləyəcək. Deməli 163 ordadırmı? Ordadır. 160 burdadır. Okey, tamam. X-i vurduq. Doğru işləyir. 21. Aydındır mı? Belə deyim də, bu ədədlər deməli nə edir? Yalnız özünə və nəyə bölünür? Yalnız özünə və Özünə və birə. bəli, birə bölünən ədədlərdir. Okey, davam elə. Yazdığın kodu test elə, oldu mu? Oldu mənim. Ədənin rəqəmlərin. Mənə bilsən nə maraqlıdır? Sən bunun Nə? test eləməyibsən, sən nə bilibsən bu doğrudur yoxsa yanlışdır? Xəta vermədi. Ondan Xəta anladım. Mən də ki, verməyib, alqoritm dərs. səhv işləyə bilər, xəta vermədən. Məsələn, bax, bu mahiyyəti mənə izah eləyə bilərsən? Necə oldu ki, i-ni niyə orada i-yə vurdun? Hardan, haran düşdünüz? Daha şeydə 52-ci sətirdə i vurulsun, i kiçik bərabərdir nam niyə yazdın? Onun arxasında duran riyazi Bunu mahiyyət deyirsən. nədir? Burada i yoxdur Yo, axı. yo, yo, 52-ci sətir. 52-ci Hə, sətirdə hə, 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 hə. yazıbsan, i vurulsun, i kiçik bərabərdir nam. Bunun arxasında duran riyazi mahiyyəti mənə izah eləyə bilərsən? Niyə elə bir şey yazdın? Bir dəqiqə fikirləşim. Məntiq nədir onun arxasında? Sən yazmısan da onu, düzdürmü? Mən, Kodu sən yazmısan. bəli, bəli, Niyə belə bir bəli. məntiq yazmısan? Onu mənə bir də izah eləyə bilərsən? Ne yazmışdım ben bunu? Int number bərabərdir 2 yazmışdım. I vur i olmalıdır ki, i Gəl belə vur i eləyək. 2 bərabər də olmalıdır namdan ki, biz bunu artıra bilək. Artıra bilmək üçün Deməli, bu şərt deyildi axı. Orada i for kiçik artır bərabər nam ola bilərdi. Niyə eminli i vurulsun i yazmış ora? Belə deyim, bu kodu yazarkən hardansa 2'nin dəstək almısan? hə onsuz bayaq dedim. Bir bundan almışam. Hı Bir də -hı. ki bir bunların ikisindən birində var idi. Bir də i Tamam. superdə var idi. Okey, tamam. Gəl belə eləyək. Iz Bu upper'da. tapşırığı da bax belə eləyirəm. Cavab doğrudur. Amma cavabın doğru olması mənə önəmli deyil. Mənə səhv cavab gətir, amma getdiyin yol doğru olsun. Okeymi? Yəni nəsə eləmək. Bunu növbəti dərsə bunu araşdırırsan, niyə ora i vur, i yazırıq, niyə kiçikdir? Bax bunun mahiyyətini, yəni bax bu yazdığın kodun 49-dan 54-ə qədər olan sətirləri deyirəm. Mənə mahiyyətini izah eləməyi istəyirəm növbəti dərsə. Oldumu? Hı -hı, oldu. Araşdırmağı da, yəni yazdığın hər bir kodun kiçiklərdə görsən heç bu sualı vermirəm sənə. Düzdürmü? Çünki o bəllidir. Bəli. Amma ki burada yazdığın kodun mahiyyətini anlamağı istəyirəm. Ona görə gələn dərs bunu mənə izah eləyərsən. Oldu? Okay? Oldu mənim. Tamam, Bir dəqiqə qeyd növbəti. edeyim. Amma danışdığımız kimi günlərvi böl. Düzdür, indi arada cəmi bir ya da iki günün qalacaq. Amma günlərvi böl. Amma növbəti günlərdə çox vaxtın qalır. Günlərvi böl. Oldu? Son günə saxlama da Hı bir -hı. sözlə. Amma Okey. misal üçün belə problemlər yaşamaq şansı olmur elə çox böləndə. Misal üçün mən birinci gün bu qədər eləyirəm, ikinci gün bu qədər eləyirəm, axır üçüncü gün, axır birinci gündə Yox, ən azından eləyirəm, mən sonra demirəm başqa ki, dərslərimi eləyirəm, sonra siz məndən soruşanda misal üçün ikincinin 9-cunu mən bunu tutalım ki, həmin ağıldan düz eləmişəm. İndi amma misal üçün izah eləyə bilmədim. İndi sübut da eləmək olmur ki, bunu misal yox, üçün yox. mən Mənə eləmişəm. sübut eləməyin lazımdır. Mən sənə zaten sözünə güvənirəm. Desən ki, hə, özüm eləmişəm, mən bunu sorğulamayacağam. Çünki mən istəyirəm ki, aramızdakı o belə deyim də, münasibət Güvən itməsin güvən axı. üzərindən qalsın. Okeymi? Hı Amma -hı. ki, çox açıq formada araşdırmışam. Normaldır araşdırmağa. Zaten proqramistin əsas yerlərindən biri, mühəndisin əsas yerlərindən biri araşdırmaqdır. Araşdırma qabiliyyətini inkişaf eləməlidir. Amma araşdırmaq budur ki, hə, bax bunu məsəl gəlib mənə bunu deyə bilərsən. Müəllim, mən bu sadə ədədləri yazmağa, araşdırmağa çox vaxtım getdi. Amma anlamışam. Yerdə qalan 30 dənəni çatdıra bilməmişəm. Mən bunu çox gözəl anlayaram. O narahat olma ondan. Yəni bunu deməkdən utanma, Hı çəkinmə. -hı. Orada heç bir utanacaq bir şey yoxdur. Okay? Amma ki mən Hı bilim -hı. ki, sən həqiqətən bunu araşdırıb və anlayıbsan. Bir məsələni anlama. 10 dənə məsələni belə üstündən keçib yazmaqdansa bir məsələni anlayıb yazmağın mənim üçün çox önəmlidir. Mən indi gələcəkdə sənə tapşırıq verəcəm. Cəm bir dənə alqoritm. Get 2 gün bunu araşdır.
İzah eləyə bildim mən sənə? Hı Okey. hı. Bunları məsəl üçün bax burada çox maraqlı alqoritm. Onların buradakı tapşırıqların əksəriyyəti əl vərdişi idi. Amma məsəl üçün bax o 4 il artıq 4 il əski bir araşdırmadır. Sadə ədədlər başqa bir araşdırmadır. Sonra sən belə elə. Sadə ədəd, bax sadə ədədləri bu məsələni qoyuram qırağa. Bir də özün həll yolu tapmağa çalış. Oldu? Okey. Sən əsas ana 2-dən tapşırığın var. Bu və sadə ədədlər. Gələn dərsə bunu tam formada analiz eləyib, araşdırıb mənə verməyi istəyirəm. Başqa heç nə istəmirəm səndən. Danışdıqmı? Deməli, evə siz bunu sadə ədədlər. Bəli, bəli. Amma fərqli Dəqiq. alqoritmlə, o fərqli alqoritmlə. Yəni buradakı kimi yox. Bunu araşdırıb anlayırsan, tamam. Sonra da özün fikirləşirsən. Mən məktəbdə sadə ədədləri necə tapırdım? Başlayırdım bölməyə də, düzdür? Özündən başqa hər hansı bir ədədə bölündüsə deyirdim ki, bu sadə deyil. Doğrudurmu? Düzdür? Bir dənə belə riyazi özün yazmağa çalış, özün. Başa düşdünmü? Analiz elə, araşdır, amma özündə bir yol tapmağa çalış. Bax, mühəndislik bu cür işləyir. Ömər, məsəl üçün biz radar işlədik, düzdür? Radarı Bəli. gördün, neynədik? Biz o qədər situasiyalar hesabladıq orada, mikrokontrollerlər yandırdıq. Məsəl üçün mən götürərdim, neyniyərdim? Çindən aldığımız, hətta radarda almışdıq da Çindən, düzdür? Neyniyərdim? Elə birə-bir kopyalayardım da, bu daha rahat olardı, düzdür? Amma nə olardı? Biz o Çindəkindən rəqabətə gedə bilməzdik. Niyə gedə bilməzdik? Çünki biz ondan aldıq. Oradakı kontrollerlərin hamısını qoysaq, bizim işimizə yox. Biz nə etdik? Bizə hansı funksionallıqlar lazımdır? Bu funksionallıqlar lazımdır. 3 dənə funksionallıq, düzdür? Orada artıq funksionallıqlar vardı. Onları çıxartdıq. Sistemi amma birinci anladıq da nə var burada. Sonra özümüzə lazım olan qədərin qoyduq və işlətdik. Maliyyəti düşürdük biz orada, yəni büdcəni aşağı saldıq, amma işimiz də getdi. Məsəl üçün orada istifadə olunmuşdu. Səndən hətta bunu araşdırmışdıq da, düzdür? 100, 140, 150 metrlik şeylər, sensorlar. Biz nə Bəli, etdik? bəli. Ya bu sensor var. Biz deyə bilərdik də, düzdürmü? 200 dollara sensor alıb qoymalıyıq üstünə. Biz araşdırdıq. Bu sensorun bu sensordan fərqi nədir? Biri 15 metrdir, biri 200 metr. O 140 metr, 150 metr. Dedi ki, bu bizə lazım deyil. Doğrudurmu? Neynədik? Getdik biz 15 metrdə ölçməsi kifayətdir. Yəni mən izah edə bildimmi mahiyyəti? Yəni mühəndis bax bu cür Bəli. var olanı analiz eləyir, öz həllini yaradır. Səndən də istədiyim budur. Var olanı analiz elə, anla, öz həllini yaradır. Mən o tapşırıqların hamısını sənə vermişəmsə, o demək deyil, hamısı gələn dərsə çatmalıdır. İzah eləyə bildimmi? Nə qədərin tam yazıb, yoxlayıb tapmısan. Okay? Yoxsa yazıb keçməyi istəmirəm mən. Mən sənə sabahları 40 dənə də tapşırıq verə bilərəm. Gəlib deyirsən ki, müəllim, mən bunun 5-ini tam anlamışam, bitmir, yəni yazmışam. Okeymi? Və yaxud da bunu hələ də araşdırıram. Mənə izah elə. İzah edə bildim? Bəli. Tamam. Başa düşdüm. Danışdıqmı? Okey, davam O eləyək. məktəb sxemindən sonra o qədər Ha, qəribə gəlir ki, belə şey. məktəbdən çıx, yəni şeydən, yəni o məktəb düşüncəsindən çıx. Bu çatmalıdır yox. Faydalı, yəni faydasız yox da, faydalı. Sənə bunun daha çox faydası olar ki, birini anlamaq. Nəinki 30 dənəsini anlamadan yazmaq. Tamam? Yəni biz Bəli. burada kəmiyyəti işləmirik də, keyfiyyəti işləyirik. Okeymi? Davam Aydın. elə. Məsələn, indi biz bunun hamısını bu gün çatdırmasaq belə, biz deyəcəyik ki, bu günlük çatdırmadıq, gələn dərs detallı baxacağıq. Yoxsa mən deyərdim ki, hə, tamam Ömər, göndər məni evdə baxaram. Mənə o lazım deyil. Mənə lazımdır sən bunun nə qədərini anlayıbsan. Yoxsa mən evdə baxsam nə olacaq? Hə, düz işləyir, keçdim, düz işləyir. Yəni ABC seçmək deyil, ya sən mühəndissən, sabahları həll yaradacaqsan axı özün. Onda bu ABC seçmək, yəni test üsulu mühəndisliyi də işə yaramır axı. İzah edə bildim mən sənə? Deməli, sadə Hı hı. ədədləri də başqa bir alqoritmlə, amma öz alqoritmi, yəni belə otur fikirləş, necə yazaram? Yetərincə də fikirləşməli mövzudur. Fikirləşib mənə bir həll, səhv də olsa, demə, bax yazdım, səhv oldu, sildim yox. Nə qədər yazıbsan, mən o gedəcəyin yolu görmək istəyirəm. Ola bilər ki, sən orada cüzi bir istiqamət verəm, hə, gedib həlli tapasan. Amma proqramı belə başa düşməli. Bir uşağa necə öyrədirsən? Bax özünə bax bu sual ver. Mən sadə ədədləri tapmağı müəllim mənə nətər öyrətmişdi bu cür. Sonra başda kompüterə onu izah eləməyə o formada. Aydındır? Hı hı. Okay, davam eləyək. Ədədin rəqəmlərinin hasili. Mükəmməl. Ədədin rəqəmlərinin Bir. hasili. Aha. Aha. Ədəd daxil edirik, aslı birə bərabər eləyirik. Sıfırdan böyük olduğu halda n-in burada
Pythondakı kimidir. Bu Pythondan daha çox yadımda qalıb. Mhm. Bu ona bölünməyindən axırıncı ədəd tapır. Bu da Düz. ona bölünməyindən neydi onun adı? Tam hissə. Alan tam hissə. Bəli, elə bil Bəlkə də hasını pillə-pillə tapmalı. azaldırıq, düzdürmü? Bəli, bəli. Okey. Davam elə. İşte bu 10-cu idi. Okey, next. Deməli bir dənə qeyd al. Ha, qeydi apar, sonra keçək. 2-7-9 əsas anlamalıydım mən sadə ədədlər for operatorundan. Bu 9-cu. Bir də Bəli. Yəni bununla nə sadə etmişdik? ədədləri, yəni for operatoru burada önəmli deyil. Yəni forla yaz, fərq yoxdur. Forla yazdığın hər şeyi while-la da yaza bilərsən. Aydınmı? Bu bir də nə vermişiz? Bir dənə də vermişiz. Bir də Ternar orada 4 operatorundan illik var idi ya. 4 4 illik var. illik. Əsas budur. Amma arada mən başqa tapşırıqlar da verdim də. Onlara da baxacaqsan yəqin ki, düzdür? Prosta Bəli, onlar bəli, bəli. önəmli deyil də mənə görə. Amma sən eləməlisən ha. Mənə görə önəmli deyil. Okey? Hı -hı. Tamam. Əsas onsuz da özüm xeyir görüm. Əlbəttə ki, zaten sabahları mən sənə qoyacağam mikrokontrolleri qabağa və kodla. Sən o kodlamada səhv eləyəcəksən, gedib səhv cavab ölçəcək. Özdə mikrokontroller səhv eləyəndə demir, ha, buradakı kimi şey xəta var filan sətirdə. Başa düşdün? O mikrokontroller biraz fərqli işdir də, özün bilirsən də. Nə dedin onu da eləyir onsuz. Nəysə. Okay, davam elə. Hı Bitdi, -hı. bir şey bu qədər, yoxsa while Yo var? yo yo yo, o hələ var. Mən bizim dərsimizdə işdə qurtaracaq. Bizim dərsimiz 40 dəqiqə bitəndə qurtaracaq. Nəsə lazım idi? Yox, namaza görə dedim heç. Məncə bir yarım saatımız qalıb. Ya dərsə görə, belə elmə görə İslam heç vaxt problem çıxartmır. Narahat olma onunla bağlı. Birinci nədir? İqra Deməli, surəsidir də. İqra bismi rabbukəllazi xələq xələqəl insana min ələq oxu deyir. Yəni sən elmə görə vaxt itir, eybi yoxdur, problem deyil. Oldu? namaz qılansınız siz, namaz qılan deyildiniz Mən aslında. namazda qılıram, Quran da oxuyuram. Niyə Həqiqi. belə bir qərara gəldin? Nə bilim. Olar, eybi yoxdur. Hə. İnsanlar belə deyim də xarici görünüşə görə, xarici elə deyim də Xaricə giriyor, biz hə, şabaqda zətdə olanda. niyə? Yəni elə elmə ən böyük dəyər verən dinlərdən biri İslamdır da. Niyə ki? Yəni məncə çox yanlış düşüncədir. Okey, davam Aha. edək. Deməli, bu da eyni şeydir. Bu da birdən 10-a qədər ədədlər çap et. Sadəcə başqa do while yolu ilə i Mhm. daxil edirik. i++ bir artırır. Bir ona böyük və kiçik, böyük, bərabər kiçik olana kimi, kiçik bərabər olana kimi. Okey, Duvayla keçmişdə, düzdürmü? Bəli. Okey, Vaylı göstərmədi Canbaya. Amma bir silindi burada hamısı. Boş, bu çox idi. Problem deyil, aça bilərik. Yo, Geridə yo, yo, bir oradadır da, dəqiqə. Bir oralarda bir dəqiqə. yerdə. Bayaq mən bura nəyisə əlavə edəndə nəyisə sildim. Videoda düşüb 100%. Yoxsa While nəyisə. olmalıdır. While qalıb, amma fərqi yoxdur. Yerini dəyişdirsək də olar. Bu while izah elə, keçək while-a. Bu case-dir. Bu çox maraqlı idi. Bu case çox maraqlı idi. Bu ləzzətli. Çünki real İşləyəndə həyata ləzzət. tətbiq oluna biləcək bir şeydir ona görə. Yox, sən onun real həyatdakı əksini görə bilirsən ona görə. Amma indi bunların hamısı maraqlı misallardır əslində. File Sən silinir. deyim nə? Yox, Hə. silinməyib. Ordadır. Folder'a get. Bayaq folder açmışdın ha. Yox. Aha. Windows E eləyirdin, folder açırdın. Windows E eləyirdik. Folder açırdıq. Harda Keçirdi olduğunu C tapırdıq. diskində Burada bu source-un içinə source-a bəli, gəlmişdi. Reposunun içinə girmişdik. girirdin. Şeydi bir dəqiqə Turner-ın Hansı içinə idi? girmişdik Səhər CS-də. olan Turner'ın içi idi. Sonra orada fayllarla, okey, onda geriyə get. Burada biraz qarışıqdır şeylər. Geri get. Bunların içinə var, ev tapşırığı deyə bir şey var. Ev tapşırığının içinə var. Və bu indi açdığımız. Onda geri get. Bunlardan birinin içindədir bax hemen. Console application 4 bax. Bunlardan birinin içində olmalıdır. Tamam geri get. For orada 3'e bax. Geri get. Onu bilirəm ki, Violin deyəsən adı Amma dəyişilməmişdi. mənə elə gəlir ki, Ömər, forun ən sonuna bax, forun sonuna bax, sən deyəsən onu forun sonuna qoymusan. Yoxdur ki. Ə, While var burada bir dənə. bir dənə Amma var.
Odakı o fora görə deyil, başqa şeydir o. Ayda mən hara qoydum mən onu? Özə mən burada Hı. bir yerlərdə idi. Mən burada qurtardım. Hı Sonra hı. təzəsini başlatdım. Belə bir şey Olsun. Bir olmuşdu dakika. amma Sabırlı ol, sabırlı ol. Bu soldakı bu. fayl hardadır? Ya belə eləyək. Duvayla onu heç şey eləmə. Necə deyim? Qəm yemə. Orada bir şey yoxdur. Sən bir dənə soldan X-i vur. Bax bura. Bura X-i vur. Dayan bir dəqiqə. Bura X-i Nə? vur. Bura. Mhm, İşarələdim hemen. Okey. X'i vurdun orada. Bir dənə də vur oraya X. mhm. X'i tam vur. O bitsin. Bağlansın. Bir də vur. O tam bağlanmalıdır orada. Okey. Gözlə. İndi belə elə. Buradan V'yə keç bura. V'yə keç. O soldan menünü biz aktiv edəsək. Dayan bir dəqiqə. View'da şey seçməliyik. Windows full screen. Other window'a vur. Windows'a vur. Deməli, bax bura. User Sən bura vur. window hanı? Tamam. Hanı? Ha, bura. Dayan. Burada yoxdur ki, do while. While Deyirəm də elə bunlardır. Onun adı Project 3 idi, amma copy CPP 2 idi. Yadımdadır. bura Videoda düşüb. copy'nin üstünə vur. Copy'nin üstünə vur. Bəlkə elə oldu. Dev burada Ha, vardı. bu case'dir. Mən Copy'siz idi yadımdadır. bunlar. Mənim yadımdaydı ki, bu copy Project 3 copy CPP 2 idi. Hmm. Bir dəqiqə, video sizdə var, siz baxın, oradaydı. Yox, bir dəqiqə tələsmə. Şey eləyərik. Var. Aha, şey eləyər. Bir dəqiqə. Fayla Ctrl gir. Z eləsəm Yox, yox. çoxlu Yox, çıxar. yox. Olmayacaq çox ehtimal. Bir dənə fayla gir. Hmm. Mhm. Şey eləyə. Open'a vur. Bu open'ın üstünə gəl. Gözlə bir dəqiqə tələsmə. Project Solution fayla bir dənə vur elə. Fayldaydı elə, bir dəqiqə. Tamam. Dual. Project 2 var Desktop. orada. Bak Project 2 var. Görsən. Project 3 də var. Copy 2 Görsən. var idi. Bir dənə Project- copy Bir dənə Project CPP 1 2-nə var. bunları aç bir dənə. Yox, bu deyil. Orada o fayla bir dənə qayıt zəhmət olmasa. Bir dənə oradaydı bir dəqiqə. Tələsmə tapacaq bir dəqiqə. Bunun yolunu kopyala birinci. Gözlə bax, bunun yolunu kopyala. Kopyaladın. Aha. İndi X-i vur. Bir dənə də baxım bircədən axırıncı. Deyə da Üç, while bir dəqiqə, bir cpp. dəqiqə, bir dəqiqə. Baba buradadır. De bir dəqiqə. Məncə o while Project 3. cpp-ni aç, onun içərisində olur. Deyə belə Tapdım. hə, Ha. lan. Deyirəm axı deyir CPP, bu da copy CPP. Belə bir şeydir o da. Adlandırmaları çalış düz qoyasan, oldu mu? Tamam. Mhm. Onda while var. Bilirsiniz niyə belə oldu? Deyim də sizə. Deməli mən işləyirdim. Məndə 3 dənə proyekt hazırda var idi. Onları dəyişdim. Sonra burada fayl əlavə eləyəndə gördüm ki, fayl yoxdur orada. Qalmayıb əlavə. Ona görə bunun eynisini kopyaladım. 2 dənə qaldı bu şüşdən. Tamam, davam eləyə indi. Aha. Deyir ki, birdən 100-ə qədər citədəlləri while ilə çap edin. Daha Mhm. optimal yazmaq olar. Düzdür, amma daha optimal yazmaq olar. Bunun da üzərində işləyəcəksən. Not al Aha. özündə. Zaten rekord gedir. Baxanda da bilə bilərsən, amma yenə də şey eləyək. Sonra ədədin rəqəmləri cəmi. Bu da bayaqki kimidir. Okey, bu Bayaq hasil idi bu bəli, cəmid. doğrudur. Keçək. Osu Bu rəqəmlərin sayıdır. təqdim elə. Aha. Rəqəm daxil eləyirik. Əvvəlcə sıfıra bərabər eləyirik. Sıfırdan böyük olduğunca bir-bir artırırıq. Qalıq tapırıq. Sonra yenə. Mənə Tam elə sıfıra gəlir ki, bu bərabər olur. proqram səhv işləyir. Aç. Baxaq görək. Yenə nəysə səhv yapışdıracağım xəta. Nə olar verim xəta. Eni Bay təyin verdi elə. yenə Yox, üstə. aslında düzəltdə sırası. Sən heç ona baxmaya ehtiyac yox. Eni təyin elə. İndi nöqtə vergül düzəldi, vəsiyo. Nöqtə vergül. Hı hı. Artıq Çıxardı səhv. artıq mötərizə var orada. Hanı. Bir də o Bir da dəqiqə. 15-ci sətr. Hop.
Bu yox, 15-ci budur. sətr. Güzel. Run elə. Doğru işlədin. Yoxla bir dənə gör doğru mu işləyir yoxsa yox. Burada bizimki rəqəmlərin sayını tapırdı. Baxaq görək. Gəlin bir dənə böyük bir ədəd tapaq. Neçə 7 rəqəmli. 7 Tamam. rəqəm 100 tapaq. yaz neçə rəqəmlidir görək bu. 100 yazım. 100-ü neçə rəqəmli göstərməlidir? 3. Okey. Görək göstərirmi? Təzədən run elə. Bitib də təzədən run elə. Bildimi bu? Aha. 103 rəqəmli göstərəcəyim. 3 rəqəmli Bir dənə də run göstərir. elə, bir rəqəm deyəcəm. Bir ədəd deyəcəm daha doğrusu. Hı -hı. 0. Hə, düz işlədi gördünüz. Düz işləmədi axı. Bir dənə rəqəm var. Niyə? 0 rəqəm. Yox, bax, məsələ mən ona görə sənə bir sual verdim. Orda belə deyim də, biz nə dedik? Əslində 0 rəqəmdir. 0-dan 9-a qədər olanlar nədir? Rəqəmlərdir. Kiçik bərabər də olmalıdır. Kiçik bərabər qoysan, qoy kiçik bərabər. Run elə. 0-da Hı düz -hı. qaytaracaq. Onda 100-də səhv qaytaracaq. Nəinki 100-də, digərlərində də səhv qaytaracaq. Bu niyə qaldı Biraz belə? gecikdir. Yox, yox, biraz gecikir. Kompüter deyəsən çox yüklənib ona görə ola bilər. Üstə aşağı yəni. Düz qeyran eləyir bu. Hı? Düz key run eləyir. Düz application run eləyir. Bəli, bəli. Okey. Bir dənə run elə, gözləyək cavab onda. Bir dəqiqə. Amma heç cavabı getmir, yəni proses getmir. Hə, proses Niyə getmir. bilmirəm. Niyə? Çünki while true-ya düşür də. Hə, 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 hə. Aydındır. İndi onu həll Bəli, bax, bəli. evdə bunu həll eləməyin lazımdır. Oldu? Mhm, belə amma o saatlayır, hə. Mhm. Bir dəqiqə. Eyni Nəyi başa misalı düşmürəm. Mən dualda nə, aça nəsə, bilərsən. nəsə başa düşmədim, amma nə tər soruşum bilmədim. Cavabı səhv hesablayır. Cavab çox bəsitdir, düzdür? Sıfırda bir rəqəmi var da, onu tapmalıdır ki, sıfırda bir rəqəmi var. Düzdürmü? Doğrudur. Sıfır bir rəqəmli Mhm, ədəddir də, doğrudur? bəli. Okey. Mən istəyirəm ki, sıfırda da düz hesablasın, 100-də də, 110-da da düz hesablasın. Və yaxud da Problem 111-də də düz sıfırın hesablasın. sıfırın ona bölünməyində tam Onu hissəni evdə sıfır artıq. verməyində Onu özün yaranacaq getdi. fikirləşirsən, evdə tapırsan, oldu? Eyni misalın Oldu. dual ilə olanı mənə göstərə bilərsən, amma o düz işləyəcək. Eyni misalın dual ilə Hmm. olanına baxaq. Eyni alqoritmi yazıbsansa, dualda düz cavab qaytaracaq. O da while ilə dual arasındakı fərqin göstəricisidir. Onu başa salmışsınız. Ədədin rəqəmləri cəmi, rəqəmləri sayı var. Rəqəmlərin sayı Dualdə görün var, bir dənə bəlkə heç verməmişəm. deyəsən heç Yox, yoxdur. yoxdur, yoxdur. Amma eyni Onu da eləyirəm, alqoritm, də qeyd hə, eləyim. onu da yazarsan, eyni alqoritm şeydə işləməlidir. Okay? Buydu da var. 5 dəqiqəmiz qalıb. Ki 5 dəqiqəyə baxaq, nə çatdırsaq, qalanı növbəti dərs baxarıq, olarmı? Okay? Səndə Ha, bu problem deyil. rəqəmləri tapşır, amma evdə də qalanlarının üstündən keçirsən mütləq. Okay? Hamısını yaz, bir-bir yoxla. Bir də testlər qoymağa çalış. Öz yazdığın proqramda doğrudur deyib keçmə. Harda səhv qaytarar? O sualı ver özünə. Oldu? Okey Bəli. mi? Tamam, davam elə. Dəqiqə, qeyd apardım. Tərsini tapmaq n ədədi daxil edirik, 0 bərabər edirik, 0-dan böyük olduğu halda davam edir. Tərs bərabərdir. Ona vurur, Okeydir. ona Okey. qalığı, ona tam Aha. hissəsini tərsinə yazmış olur. Və Əla. tərsini də sonra da buraxır. Tamam. Fibonacci. Fibonacci də bu yaxkinin eynisidir. Fibonacci nə olduğunu Sadəcə bilirsən də, T1, düzdürmü? bəli, bəli. T1, T2, T3 yerinə burada sadəcə A, B, Okey. C. Hə, Fibonacci nə olduğunu bilirsənsə, mənim üçün sorun yoxdur. Hı Nədir -hı. Fibonacci? Heç onun tarixi haqqında araşdırma edibsən Fibonacci ədədini?
Tarixi haqqında xeyr. Araşdırarsan çox maraqlı ədəddir. Əslində Fibonacci ədədi təbiətdə də tez-tez rast gəlinəcək bir xüsusiyyətlərdir. Okey, Fibonacci ədədlərini bir də araşdırarsan. Mhm, Təbiətdə harda rast gəlinir və s. Okey? mhm. Əslində təbiətdə xordur. Fibonacci şey Araşdırarsan. deyil, əvvəlki iki ədədin cəmi. Bəli, indi sən onu araşdırarsan. Bir dənə Fibonacci Təbiətdə. ədədi haqqında da geniş bir şey. Əslində riyaziyyatda var olan bir çox şeylərin təbiətdə maraqlı qarşılıqları var. Aydındırmı? Məsələn, pi ədədi var. Mhm, Pi ədədinin təbiətdə çox maraqlı qarşılığı var. Fibonacci-nin, yəni bunlar boşu-boşuna gələn şeylər deyil. Bunların hər biri ümumiyyətlə riyaziyyat bir dildir. Yəni təbiət elmlərini ifadə etmək üçün olan dildir. Aydındır? Yəni bunu durduq yerə yaranmayıb ki, bu Fibonacci ədədi. Onun bir mahiyyəti var arxada. İndi araşdıranda özün görəcəksən çox maraqlı hekayələri var bunların hamısının. Aydındır? Bax, bir bəli. mühəndis kimi o hekayələrdən də xəbərdar olmaq çox yaxşıdır. Sadə Düzdür. ədəd, yenə də bayaqki dediklərim qalır bunun üzərində. Bunu da araşdırarsan, oldu? Okey? Mhm, Eyni oldu. alqoritmi tətbiq eləmisən, ona görə heç soruşmuram da, oldu mu? Bəli. Növbəti bütün ədədlərin kvadratlarını çap edin. Bu sadədir, keçirik, düzdür. 3-ə bölünüb İşte bölünən bölünmədiyini. bu da asan dedi. Aha, nə yazmısan? Okey, tamam. 3-ə bölünən ədədlər keçdik. Nədir bu? İstifadəçi sıfır daxil edənə qədər ədəd baxaq. Ədədlərin cəmi nə idi bu? Burada heç neyini bu? Heç nə başa düşmür. Ha, ədədlərin cəmləsini deyir də. Düzdür, ha, okeydir. Deyir ki, istifadəçi sıfır daxil edənə qədər ədədlərin cəmini tapın. Ha, okey. Maraqlıdır. Breaklə veribsən, çıxıbsan. Okey. Tamam. Növbəti palindrom ədədlər. Bax, bu mənə çox maraqlıdır. Tərsini tapmısan, doğru olub olmadığını mükəmməl qəşəng. Əla. Bəyəndim bunu. Çox adam. Palindrom şeydir, sağdan sola, soldan sağa eyni olduğu. Hə, düzdür, düzdür. Okey, əla. Belə Ömər. Yaxşıdır. Nəticə Qaldı olaraq şey. O ayda yaxşıdır. əsasa baxmadıq, ən maraqlısı Baxacağıq case. bax. Yox, Duval da qalıb bizdə. Bu da qalıb. Düzdürmü? Duvayla baxdıq, duvayla Yox, baxdıq. Duvalda baxmadıq. Duvaldan bir dənə cəmi sadə şeyə baxdıq, araşdırdıq. Duvalda baxmadıq biz. Hə, Switch case hə, hə, qalıb. duvayla Bir də baxmadıq, arraylər duvayın qalıb. ortası. Aha. 3 dənə qalıb bizdə. Arraylər Aha, qalıb. hə. Onlara da Ərrey yoxdur, amma ərrey eləməmişəm. keçməmiş şərri, düzdür, baxmayacaq. Ona, Yox, hə, ona yox. baxarıq. Okey. Gələn səfər Ərrəyə bu valla ikisinə baxdım, heç baxacağıq. işinə başa düşmədim. Yox, yox, okeydir. Vaxtım da yox idi Keçməmişik. Zaten araşdırmağa. ərrəyi keçməmişik. Baxma ona. Ehtiyac yoxdur. Mhm, Gələn dəfə bu ikisinə baxacağıq. Sənin o verdiyim araşdırmalara baxacağıq. Vaxtımız qalsa əlavə tapşırıq işləyəcək. Oldu? oldu. Okey. Belə. Deməli Ömər, dediyimiz kimi, maksimum dərəcədə anlamağa çalışırsan, oldumu? Dediyimiz tapşırıqları verəndə kodları dəyişdir, üzərində işləyəndə biraz belə deyim də dostlaş da bu şeylə C++-la, oldumu? Oldu müəllim. Bir də bunun indi X-ə bassam bu qalacaq bu altı hərə. Qalacaq, o folderda qalır da onların hamısı. Bayaq göstərdim necə tapırsan folderdan. O formada tapa A, hə, bilərsən. hə, hə. Aydındır? Başa Yəni o düşdüm. heç nə Oldu, itmir oldu. orada, narahat olma. Nə Okey. deyir? Belə. Save eləyim hər ehtimal. Hə, save elə əlbəttə ki. Heç nömər. Oldan da gecən xeyrə qalsın. Oldu müəllim. Xeyrə qalsın. Sağ ol. Sağ ol. Sağ ol.